Hardayam, qobdayam. Bir dənəsi üçün təzə, 4 otaqlı, əşyalı, qiymət havayı. Pul istəmirik bu evdən. Həqiqətən gözəl evdir. 3 sotun içərisindədir. Həyətdə bütün ağaclardan var. Baxın, peyvənd alçasına qədər. Yəni gilası ya da hər şey var. 3 sotun içərisindədir. Evə bax. Ev də gözəl proyektdir. Qəşəng, şəxsi tikili evdir. Həyət baca geniş. Həyətinə ondan sonra bir 4-5 maşın da belə girər. Bir də ayrıca bağında qalır. Yəni tam təmirli evdir, tam təmirdir. Yəni köç yaşa, əşyaların da 90% qalacaq içərisində. Bu qiymətə çox ideal variantdır. Yəni bugünkü gündə bu qiymətə ev yoxdur. Satışda yoxdur. Onu deyə bilərəm ki, bu təmirdə belə bir ev yoxdur. Bir dənə buradan başlayaq, mətbəxti göstərim. Amma paltar yuyan zad hamısı qalacaq. Yəni burada qadınçı götürəcək. Buradan gəldi, burada hamam sanuzelidir. Baxın, o da təmirlidir. Buradan da gəldi, bir dənə də burada qəşəng zalıdır. Zala bax. Həqiqətən gözəldir. Qiymət bizə neçədir? 42.500 manata. 4 otaqlı ev. 42.500 manata. Harda var bu təmirdə? Yəni bunlar da qalacaq. Yəni bu qiymətə nə verirlər? Heç nə. Bugünkü gündə heç nə almaq olmur. Bir dənə burada detski otaqdır. Baxın, ölçülər yaxşıdır. Pəncərəsi hamısı öz həyətini görür. Raşatkasına qədər var. 42.500-ə belə bir ev yoxdur. Yeri laminatdır, yəni təmirlidir. Buradan gəldi. Bir dənə də burada yataq otağıdır. Yəni bu otaq böyükdür. Burada yataq otağıdır. Ölçüsünü görürsünüz də. Təmiz səliqəli, aboylu. Bir dənə otağı təmirsizdir. İndi onu da göstərəcəm sizə. Bir otağı təmirsizdir. Bunun otaq ki, böyük otaqdır. Yəni balaca artıq nələr var, yığıblar ora.